Hər vaxtınız xeyir. Bugün 9 mart 2025 tarixində keçirilmiş buraxılış imtahanı riyaziyyat sualları ilə izahlara davam edək. 61 nömrəli sualdan başlayaq. Kəlməsi boş olmayan A və B çoxluqları üçün bunlar verilmişdir. A birləşir B-nin ən kiçik qiyməti. Deməli, Euler-Venn diaqramında qeyd eləsək, A və B çoxluqları. A fərqlidir, B elementlərinin sayı 6, B fərqlidir, elementlərinin sayı isə 4-dür. Bizə birləşməsinin ən kiçik qiyməti. Deməli, uşaqlar, bu hissədə kəlməsidir. Bunların birləşməsi olacaq 6 topla 4 topla x. Yəni, oldu 10 topla x. Bunun ən kiçik qiymət alması üçün, deməli, x-in də ən kiçik qiyməti olmalıdır. Yəni, x 1 olmalıdır. Onda cavab olacaq 10 topla 1, 11 A variantı. Növbəti sual, 62 nömrəli sual. Vuruqlara ayırın. 5 mötərizə xaricinə çıxardarıq, qalar 5 minus A. B variantı tamamilə doğrudur. 63 nömrəli sual. Cədvəldəki ədədlərdən hansı hissəsi irrasionaldır? İrrasional olanları seçək. Pi irrasionaldır, kökdə 3 irrasionaldır, kökdən çıxmır, kökdə 2 irrasionaldır, kökdən çıxmır və kökdə 5 irrasionaldır, 3 kökdə 5. Deməli, neçə ədədimiz var? 10 dənə ədədimiz var. Bu, onun 4 dənəsi irrasionaldır. Hansı hissəsi olacaq? 0,4 hissəsi C variantı. Növbəti sual. 64 nömrəli sual. İfadəsinin qiymətini tapaq. Deməli, uşaqlar, bunlar ikisi də eyni dərəcədəndir. Ona görə bir kökdə yaza bilərik. 11 minus kökdə 21 vurulsun. 11 topla kök altda 21. Kök bağlandı. Deməli, gördüyünüz kimi kök altında bu ifadə müxtəsər möcüzudur. Hansı ki, A minus B, A plus B, yəni A kvadrat çıx B kvadratına əsasən 11-in kvadratı çıx kökdə 21-in kvadratı. Yəni, 121 çıxılsın, kvadratla kök gedər 21. Bu da olacaq kök altında 100, ondan kök çıxar 10. Cavab A variantı. 65 nömrəli sual. Şəkər çuğundurundan onun kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuğunduruna neçə ton şəkər alınır? Adi sual uşaqlar, 80-in 20%-ni taparıq, 20-yə vurub 100-ə bölərik. Sıfırlar gedər, qalır cavab 16 ton B variantı. Növbəti sual. 66 nömrəli sual. Y-in hansı qiymətlərində bu ədədlər silsilənin ardıcıl hədləri olar? Deməli, uşaqlar, ədədi silsilənin deyir. Ədədi silsilə ədədi orta əmələ gətirirdi. Yəni, baxın, modulda 3 minus y bərabərdir. Y minus 2 topla 6 minus y bölünsün 2. Y-lər gedər. Deməli, oldu modulda 3 minus y bərabərdir. Mənfi 2 topla 6. 4. 4 bölü 2, 2. Modul əgər ədədə bərabərdirsə, bir dəfə olduğu kimi çölə çıxardarıq. 3 minus y bərabər 2. Mənfi y bərabər mənfi 1. Y tapılır buradan 1. Bir dəfə də qarşısına mənfi atsaq, olacaq mənfi 3 topla y bərabərdir 2. Y buradan tapılır 5. Cavab 1 və 5 D variantı. İki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birinci kürənin səthinin sayısı ikinci kürənin səthinin sayısı neçə dəfə böyükdür? Deməli, uşaqlar, biz bilirik ki, V1-in V2-yə nisbəti bərabərdir. R1-in R2-yə nisbətinin kubu, yəni V ilə R radius kubikasıdır. Onda əgər deməli, həcmlərin nisbəti 27-dirsə, onda radius 3-dür. Və sahələr isə S1-in S2-yə nisbəti R1-in R2-yə nisbətinin kvadratı. Yəni, kvadratik asıl olduğuna görə olacaq B variantı üçün kvadratı 9 şifahi sual idi. 68 nömrəli sual. Bərabərsizliyin ən böyük və ən kiçik tam əllərinin hasili. Yəni, bu araqda yerləşən ən böyük və ən kiçik ədədlərin hasili mənfi 5 və ən böyük ədəd isə 5-dir. Bunların hasili olacaq mənfi 25 Y variantı. Növbəti. 69 nömrəli sual. 2 perpendikulyar müstəvi. 2 dənə perpendikulyar müstəvi çəkdik. Aha. Deməli, birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədən. Tutaq ki, burada bir nöqtə götürək. Hər hansı bir nöqtə. Birindən 2 cm məsafədədir. Birindən isə 4 cm məsafədədir. Məsafə dedikdə hündürlük. Aha, deməli, məsafədə yerləşən nöqtədən bu müstəvilərin kəşfi nöqtəsi. Deməli, uşaqlar, bu nöqtədən, müstəvilərin kəşfi nöqtəsi də bu nöqtədir. Bura qədər olan məsafəni soruşur bizdən. Fikir verin. Əgər bura 2-dirsə, düzbucaqlı əmələ gəlib burada. Bu 4 bucaqlı, düzbucaqlıdır. Bura 2-dirsə, deməli, qarşı tərəf. Burada 2-dir. Pifaqor teoremi tətbiq edək birbaşa. Deməli, x-in kvadratı bərabərdir. 4-ün kvadratı topla 2-nin kvadratı. X kvadrat bərabərdir. 16 topla 4, 20. Buradan kök çıxar. 2 kök altında 5. C variantı. Düsturlar ilə verilən paralel köçürmədə mənfi 2 nöqtəsi hansı nöqtəyə çevrilir? Fikir verirsiniz, bunun x-i mənfi 3, y-i isə 2-dir. Gətirib yerinə qoysaq, deməli olacaq mənfi 3 topla 4. 1,
y-imiz 2-dir. Gətirib burada yerinə qoysaq 2 plus 1 3. Yəni 1 3 Y variantı. Növbəti 71 nömrəli sual. Diaqonalların sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayı, yəni n vurulsun n-3 bölünsün 2 bərabərdir 9-a. Çarpaz vursaq n vurulsun n-3 bərabərdir 18-ə. Vurub açaq n kvadratı çıx 3n minus 18 bərabər 0. Bunun köklərini tapsaq 6 və mənfi 3. Təbii ki, tərəflərin sayı mənfi olmaz. Cavab olacaq 6D variantı. İfadəsinin qiymətini tapaq. Loqaritma. Deməli uşaqlar, loqaritma 2 əsasdan. Bu ifadəni sadələşdirək. Ə kvadrat çıx B kvadrat, düzdürmü? 14 minus 10. 14 topla 10. Bölünsün 24. Bərabər. Loqaritma 2 əsasdan 4 vurulsun 24. Bölünsün 24. 24'lər gedər. Qalır loqaritma 2 əsasdan 4. Loqaritma 2 əsasdan 4 də 2'nin kvadratı 2 gələr qarşıya. Olacaq cavab 2. C variantı. A parametri hansı qiymətində tənliyinin həlli var? Deməli uşaqlar, sinus x mənfi 1 və 1 aralığında qiymət alır. Yəni bu ifadədə mənfi 1 aralığında qiymət almalıdır. Yəni a minus 1 bölünsün 2 mənfi 1 və 1 aralığında yerləşməlidir. Hər tərəfi 2'yə vuraq, məxrəcdən azad olaq. Deməli alacaq mənfi 2 a minus 1 və 2. Hər tərəfin üzərinə 1 gələk və anı tapaq. Mənfi 1, A və 3. Deməli bizim A parametrimiz mənfi 1 və 3 aralığında yerləşir. D variantı doğrudur. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Böyük bucağın dərəcə ölçüsünü tapın. Deməli uyğun tərəfləri paralel olan bucaqlar ya bir-birinə bərabər ya da cəmi 180 dərəcədir qaydasını bilməliyik. Biri digərinin 80%, yəni biri x oldusa, digəri x-in 80%, yəni x vur 80 bölünsün 100 olmalıdır. Düzdür uşaqlar? Yəni 0,8 yazaq bura. 0,8 x. Ya bir-birinə bərabər, yəni birinə bərabər olsaydı 80%-ni təşkil etməzdi. Deməli ikinci qaydadır. Cəmi 180 dərəcə olmalıdır. Bərabərdir 180. 1,8x bərabər 180. Buradan hər tərəfə 10'a vursaq 18x bərabərdir 180 vurulsun 10. X bərabərdir. Bunlar gedər. Qalır burada cavab 100. Böyük dərəcə ölçüsünü, deməli uşaqlar biri 100'dür, biri 100'ün 80%. Yəni birini tapdıq, digərini tapaq. 100'ün 80%-i 80'ə vurub 100'ə bölməkdir. Yəni elə qalır 80. Böyüyünü soruşursa cavab olacaq elə 100. 75 nömrəli sual. Qoşma kompleks ədədlər olarsa, x və y həqiqi ədədlərinin cəmini tapaq. Deməli, əvvəlcə gəlin Z1 kompleks ədədini sadələşdirək. 9 çıxılsın. i üstü 5, deməli, qüvvəti 4'ə bölüb qalığı yazırdıq. Yəni, 5'i 4'ə böldük, qalıq 1, yəni minus x 1i qaldı. Z2 bərabərdir, y topla. 6 vurulsun. i üstü 35. 35'i 4'ə böldükdə qalıq 3, yəni i kubu. I kubunu da i kvadrat vurulsun i şəklində yazsaq. I kvadratı mənfi 1'dir. Mənfi 1 6'ya vursaq y çıxılsın 6i olacaq. Qoşma kompleks ədədlərə fikir verin uşaqlar. Yəni z bərabərdirsə a plus bi, onun qoşması a minus b-dir. Yəni qoşma kompleks ədədlərə fikir versəz, həqiqi hissələrə bərabər olur, xəyali hissələr bir-birinin əksi olur. Biri müsbət olduqda digəri mənfi olur. Fikir versəz, burada da bunlar qoşma kompleks ədədlər isə həqiqi hissələri bir-birinə bərabər olmalıdır. Yəni baxın, burada həqiqi hissə 9 isə, burada da həqiqi hissə y-dir. Yəni y bərabər olur 9'a. Xəyali hissələrinə baxın. Burada mənfi x bərabər olmalıdır. Artıq müsbət mənfi 6'ya, düzdürmü? Fikir verin. Mənfi x bərabər olacaq mənfi 6. X buradan tapılır 6. İndi isə x və y-in cəmini soruşur bizdən. X topla y olacaq 9 topla 6. 15. Cavab 15. Deməli 4 sinus kvadratı alfa çıxılsın. Tangens kvadratını açaq. Sinus kvadratı alfa bölünsün. Kosinus kvadratı alfa topla 1 vurulsun. Kosinus kvadratı alfa topla 4 kosinus kvadratı alfa bərabər. Deməli 4 sinus kvadratı alfa olduğu kimi qalsın və vurub açsaq. Buradan kosinus kvadratlar gedər. Düzdürmü? Qabaqda mənfi var. Nəzərə alaq. Qalır sinus kvadratı alfa. Kosinus kvadratı alfanı 1'ə vuranda kosinus kvadratı alfa. Qabaqda mənfi var. Çıxılsın kosinus kvadratı alfa. Topla 4 kosinus kvadratı alfa bərabərdir. Baxın uşaqlar. 4 sinus kvadratı alfa topla 4 kosinus kvadratı alfa. 4'ün mötərizə xaricdən çıxarsaz qalacaq 4 vur sinus kvadrat topla kosinus kvadrat. Sinus kvadrat topla kosinus kvadratı 1 verdiyinə görə 4 vur 1 4. İndi bu ifadədə mənfinin mötərizə xaricdən çıxarsaz qalacaq sinus kvadrat alfa topla kosinus kvadratı alfa. Bu da 1 verdiyinə görə onda cavab olacaq 4 çıxı 1 3.
Növbəti. Tənliyini həll edək. Deməli, 3 vurulsun 5 üstə x topla. 5 üstə x plus 1-i ayıraq. 5 üstə x vurulsun 5 şəklində. Əsaslar eyni olanda qüvvətlər toplanılır. Bərabərdir 200-ə. Buradan 5 üstə x-i mötərizə xaricini çıxarsaq qalacaq 3 topla 5 bərabər 200. 5 üstə x bərabərdir 200 bölünsün 8. 4-ü ixtisar aparsaq 50 bölünsün 2, yəni 25 düzmü? 5 üstə x bərabərdir. 25-də 5-in kvadratı yazıq. Əsaslar eynidirsə bərabərliyi ödənməsi üçün qüvvətlər də eyni olmalıdır. Buradan x tapılır 2. Tənliyi həll olunur. 78 nömrəli sual. İfadəsini sadələşdirək. Deməli uşaqlar, burada x kubu ilə biri yanaşı yazıb və biri 1-in kubu yazsaq heç bir şey dəyişmir deyə. Müxtəsər modüsturuna gəlmək üçün yazacaq x-in kubu çıxılsın 1-in kubu. Digərləri işarəsi eyni olmaq şərti ilə 1-ni yazıram. Mənfi 3x kvadrat topla 3x bölünsün 2x kvadratı çıxılsın 2. Bu ifadəni də sadələşdirək, sonra keçərik buna. Bərabərdir uşaqlar. Deməli, bu ifadəni müxtəsərlə atsaq olacaq x minus 1, x kvadratı topla hasili topla 1-in kvadratı 1 çıxılsın. Buradan 3x-i mötərizə xaricinə çıxardaq. Qalacaq x minus 1 yazmalıyıq ki, uşaqlar bu mənfini müsbət olaraq saxlasın. Bölünsün. Deməli, 2-ni mötərizə xaricinə çıxarsaq qalacaq x kvadrat minus 1. Bir də 1-in kvadratı yazsaq heç bir ziyanı olmayacaq. Baxın, burada x minus 1, x minus 1 mötərizə xaricinə çıxardaq. Yerdə qalanları içəri yazaq. X-in kvadratı plus x minus 3x, yəni mənfi 2x plus 1 bölünsün. 2 vurulsun x. X kvadrat minus 1-in kvadratında x minus 1, x plus 1 şəklində yazaq. Və bunlar gedər. Bərabər. Deməli, uşaqlar fikir versəz, bu x kvadrat çıxı 2x plus 1 də x minus 1-in kvadratıdır. Bölünsün 2 vurulsun x plus 1. Bu ifadə qalsın. İndi keçək digər ifadəni sadələşdirək, yəni bunu. X-in kvadratı çıx 2x plus 1-i burada yazarıq ki, uşaqlar. X minus 1-in kvadratıdır, düzdürmü? Yəni, olduğu üçün bu ifadəni köçürək bura. X minus 1-in kvadratı bölünsün 2 vurulsun x plus 1 qalmışdır, düzdürmü? Bu bölməni vurma ilə əvəz edib tərsini çevirsəz, x plus 1 qalxar sürətə. Dedik ki, bu x kvadrat çıx 2x plus 1 də x minus 1-in kvadratıdır, düşdü məxrəcə. Bunlar gedər. Bunlar da gedər. Sürətdə qaldı 1. Yəni, cavab oldu 2-də 1 və yaxud 0,5. 79 nömrəli sual. Deməli, aks halında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Deməli, uşaqlar, yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Sıra olsa x, yerlərin sayı olmalıdır x plus 8. Düzdürmü? Və bizə zaldakı yerlərin ümumi sayı soruşursa x vurulsun x topla 8 olacaq. Bir ümumi sayı 384-dür. 384-də bərabərdir. Vurub açaq x kvadrat çıx, daha doğrusu topla 8x. Çıxılsın 384 bərabər 0. Hasili 384 olan ədəd və toplayanda da müsbət 8. Daha doğrusu mənfi 8 əks işarəni. Deməli, mənfi 24 və 16 olmalıdır. Sıraların sayı mənfi olmaz. Sıraların sayı olacaq müsbət 16. Ayım 9-dur, MC 16-dır. Düzbucaqlının sahəsini soruşur. B, A, S düzbucaqlı üçbucağı. Düzbucaqlı üçbucağın B-in hündürlüyü verilib və A-nın ayırdığı hissələri də verib. A-yım və MC. Deməli, əgər bura H desəz, H kvadratı bərabərdir M-in qaydasına əsasən. H kvadratı bərabərdir 9 vurulsun 16, onda H bərabərdir kök çıxarsaq 3 vurulsun 4. Yəni, bura oldu 12. İndi fikir verirsiniz, burada yaraşıqlı bir düzbucaqlı üçbucaq var. B, M, S düzbucaqlı üçbucağı. Fikir verin, Pifaqor ədədlərinə görə olacaqmı bura 20? 20. Bizdən soruşulur düzbucaqlının sahəsi. Deməli, bizə uzunluq eni MBC tapılıbsa BA da lazımdır. Onda fikir verin, burada da bir düzbucaqlı üçbucaq var. 3 vur 3, 3 vur 4, 3 vur 5, 15. Burada Pifaqor ədədlərinə görə tapıldı 15. Eyni bir uzunluq varsa S bərabərdir AB olduğuna görə olacaq cavab 15 vurulsun 20. Yəni 300. 81. Supermarketdə keçirilən uduş kampaniyası çərçivəsində müştəriyə hər birində 5 AZN, 10 AZN və 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayından 2 dəfə az. Aha, deməli uşaqlar yazaq. 20 AZN-lik, 10 AZN-lik və 5 AZN-lik. Bizə deyilir ki, 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayından 2 dəfə azdır. Yəni 10 AZN-lik x olduqda 20 AZN-lik
daha doğrusu 10 azenlikdən bu 2x olduqda bu x olmalıdır ki 2 dəfə az olsun. 5 azenlik kuponların sayından isə, yəni 20 azenlik kuponların sayı 5 azenlik kuponların sayından 16 ədəd azdır. Yəni bu x toplu 16 olmalıdır ki x toplu 16-dan 16 ədəd azdır. Müştərinin təsadüf seçdiyi iki zərfdəki kuponların ümumilikdə 30 azen dəyərində olması hadisəsinin ehtimalını tapaq. Deməli uşaqlar, ümumilikdə 28 zərfimiz var. Bunlardan 28 dənə zərfimiz var. Yəni buradan x-ləri tapaq. Deməli, x topla 2x topla x topla 16 bərabər 28-ə. Deməli, 4x topla 16 bərabər 28-ə. 4x bərabərdir 12, x buradan tapılır 3. Yəni 20 azenlik 3 dənə zərfdir, 6 və burada da 3-dür, 19 dənə. Və bizə 30 azenlik dəyərində deyirsə, uşaqlar məcburuq ki, bir dənə 20 azenlik seçək, bir dənə də 10 azenlik. 20 toplan 30 azen versin. Qalan heç cür 30 azeni verməyəcək. Yəni 15, 15 verəcək, 25, 25 verəcək. Yalnız 20, 30, daha doğrusu 20, 10 götürsək 30 azenlik dəyərində kupon veriləcək. Deməli, biz 3-dən və 6-dan istifadə edəcəyik. Olacaq ehtimalımız. Deməli, bizdə ümumi 28 zərfimiz var. Biz bu 28 zərfdən ikisini seçirik. Yəni, kombinizon 28 dənədən ikisini seçirik. Və uşaqlar deyir ki, 2 zərfdən 30 azenlik dəyərini biz 20-dən və 10-dan seçirik, düzdürmü? Yəni, kombinizon 3 dənədən birini götürürəm, vurulsun kombinizon. Baxın, 10 azenlik isə 6 dənə zərfdir. 6 dənədən birini götürürəm. Olacaq 3 vurulsun 6 bölünsün. Kombinizon 28-dən 2-də 27 vur 28 bölü 2. Yəni, deməli, 27 vurulsun 14. İndi bunları hesablayaq. Bunlar gedər, deməli. Qalar burada 9. 3-ə ixtisar aparsaq 3, burada 2. 2 ilə 14 gedər, qalar burada 7. Yəni, ehtimal oldu 20. 1-də 1. 82 nömrəli sual. ABC üçbucağının AB vasitə tərəfləri mərkəzi O nöqtəsində olan çevrəyə uyğun olaraq K və S nöqtələrinə toxunur. ABC 40 dərəcə olarsa, KMC qövsünün dərəcə ölçüsünü tapaq. Deməli, uşaqlar fikir verin, o S radiusdur, AC'də toxunandır. Radius toxunanan toxunma nöqtəsinə perpendikulyardır. Deməli, bu ABC üçbucağı düzbucaqlı üçbucaqdır. Bir bucağı 40 dərəcə veribsə, digər bucağına 50 dərəcə qalmalıdır. Düzdürmü? Əlasız. Bizdən KMC qövsünü soruşur. KMC qövsü isə fikir verin. İki toxunan arasında qalan bu qövs 180 dərəcə olmalıdır. Cəmi baxın, bu bucaqla bu qövsün dərəcə ölçüsünün cəmi 180 dərəcə olmalıdır. Arasında qalan bucaqla bu qövsün dərəcə ölçüsünün cəmi. 50 dərəcə isə bu qövs olmalıdır 130 dərəcə. Cavab 130. Açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360, apofenun uzunluğunu tapın. Oturacağın sahəsi də 100 verilir. Oturacağın sahəsi A kvadrat olduğuna görə tərəfi tapılır 10. Yəni, bunun hər tərəfi 10-dur və biz bu üçbucaqların sahəsini də S desək, ümumi sahədə 360 olduğuna görə 4S topla bu oturacağın sahəsi 100 bərabərdir ümumi sahəyə 360-a. 4S bərabər 260-a, buradan S tapılır 65. Yəni, burada bir üçbucağın sahəsi tapılır 65. Fikir verin. Apofem soruşulur bizdən. Apofemdə hündürlükdür. Bizə lazımdır bu hündürlük H. Bu hündürlük hara çəkilib? Oturacaq. Oturacaq da 10-dur. Üçbucağın sahə düsturuna əsasən olacaqmı? 2-də 1 AH. Bir verin, 2-də 1 vurulsun. Tərəf 10-dur. Tərəfə çəkilmiş hündürlük də H-dır. Sahə də bərabərdir 65-ə. Bunlar gedir, burada qalır 5. 5H bərabər 65-ə. Buradan H, yəni apofem tapılır 13. Cədvəldə bir qrupda tələbələrin boylarının uzunluqlara görə sayı haqqında məlumat verilmişdir. Bu qrupda boy 170-dən çox olan oğlanların sayı. 170-dən çox olan, yəni bu xana lazımdır bizə. Sistemdə niyə həll eləyir uşaqlar? Oğlan və qızların cəmi birinci xanada 170-dən az, Y topla 3X bərabərdir 21-ə. İkinci xanada isə 2Y topla X bərabərdir 17-yə. Deməli, sistem tənliyi həll eləyək. Deməli, bizə lazımdır 2Y, yəni Y-i tapmaq, həmçinin X-i tapaq. Deməli, aşağını bıraq 3-ə. Olacaq Y topla 3X bərabər 21, 6Y topla 3X bərabər 51. Sistem tənliyi həll eləyək. Tərəf-tərəfdə çıxsaq 3X-lər gedər. Mənfi 5Y bərabərdir. Mənfi 30-a Y buradan tapılır 6. X-i də tapa bilərik, amma uşaqlar bizdə 170-dən boyu 170-dən çox olan oğlanların sayı soruşulur. Boyu 170-dən çox olan oğlanların sayı da 2Y olduğuna görə Y də 6-dır. Olacaq cavab 2 vur 6, 12. Cavab 12. Sonuncu 85 nömrəli sual. AMN nöqtəsi funksiyasına uyğun parabolasının təpə nöqtəsidir.
Bu funksiyanın qrafikinin absis oxuna, koordinat başlanğıcına və ordinat oxuna nəzərən simmetrik çevirmələrindən alınan parabolanın təpə nöqtələrə uyğun olaraq B, C və D nöqtələridir. ABCD dördbucaqlısının perimetrini hesablayın. Deməli, əvvəlcə təpə nöqtələrini tapmalıyıq. Y bərabərdir. X kvadratı çıx 8x. Bu 18-i 16 topla 2 şəklində ayıraq. Və bu 3 ət olacaq. Deməli, Y bərabərdir. 3 ət bizə verəcək x minus 4-ün kənardan kvadratı. Topla 2. Deməli, bunun təpə nöqtələri M və N yazıq. M bərabərdir əks işarəni. Baxın 4-ə. N də bərabərdir buradan 2. Fikir verin. M x oxunun hərəkətidir. Burada M 2-dir. Daha doğrusu 4-dür. M də 2-dir. Və bizə deyir ki, uşaqlar, qrafikin absis oxuna, koordinat başlanğıcı və ordinat oxuna nəzərən simmetrik çevirmələrində alınan parabolun təpə nöqtələri uyğun olaraq, yəni absis oxuna uyğundur B, koordinat başlanğıcına C, ordinat oxuna isə D uyğundursa, deməli A nöqtəsi buradadır. Bu sürüşəcək, baxın bura. Gələcək, baxın 2 addım. Burada da 2 addım. Uyğun olaraq koordinat başlanğıcına nəzərən, ordinat və absis oxuna nəzərən sürüşmələr yazsaq, fikir verin. Alınan dördbucaqlının perimetrini soruşur bizdən. Paralel köçürmədən istifadə edək. Baxın, istifadə elədik. Addımlara baxın uşaqlar. E nöqtəsi Y oxundadırsa, yəni əgər koordinat oxu üzrə nöqtəsi 2-dirsə, yəni bu məsafə 2-dir. Düzmü? Onda burada məsafə də 2-dir. Düzdür. Fikir verin. Buradan əgər 2-dirsə, bu məsafə də 2 olacaq. Paralel köçürmədə. Sadəcə şəkli biraz əyri çəkmişəm. Fikir verin. Keçirik, baxın, bu istiqamət üzrə proyeksiya baxın. Burada əgər 4-dürsə, 4 koordinatsa məsafə olaraq 4-dür, onda burada 4-dür. Fikir verin, onda burada 4 olacaq. 4 nöqtəsi olduğuna görə mənfi 4-dən məsafə olaraq 4-dür. Onda uzunluğu oldu 8, eni oldu 2, 2, 4. Perimetri olacaq 2 vurulsun 4 topla 8. Yəni 2 vurulsun 12, cavab 24.